Uşaqlar. İndi niyə bu qədər pis görsənəm? Bununla bağlı heç bir işim yoxdur. Əsas odur ki, şəxsiyyət vəsiqəmdə qəşəngləşmişəm, baxın. Qəşəng də var. Yazıram, deyirəm ki, Finko dansıdır, onu da bilmirik. 9-cu sinifə çatmışıq, hələ bilmirik ki, Finko dansıdır. Şəxsi kabineti istifadəsi para oldu, nədir? Nəysə. Birisi imtahan. Və hamı otaq yoldaş tapır, mən də tapmışam. Bir 2-3 dənə falan tapmışam. 28 nömrəliyə düşmüşəm. Demişdim, deməmişdim, bilmirəm. Videodan xəbərim yoxdur heç. 3-cü mərtəbə 40-35 otaq nömrəsi. Bir də kodları əzbərləmişəm. Gedən fin kodumu əzbərləməyə, bir də seriya nömrəmi əzbərləməyə ki, sonra unutmayım. Qulaqlı beşə çıxarım. Zaten çıxaracam. Neçə çıxarmayım? Ola bilər, olmaya da bilər. İkisi də qəşəngdir. Getmirik. Tamam. Telefon reşetkaların içindən salam. Boyun görsən mi bu arada? Görsən. Sən boyun görsən mi? Reşetkaların içindən. Şeyde, pişik deyəndə ki, pişik bir şey bilməyəndə o biri pişik ona nə deyir? Ne diyor ona? Ne değil? Öyle mi yap? Başa düştün? Yok. Neden başa düştün? Pişik değil ki sen neynedin? O da değil. Ne değil? Öyle mi yap? Yok. Ne diyor? Öyle bir şey bilmiyorum. Anan ol terbiyesiz ya da neyesiz? Anan geldi. Yok. Sen anan var da. Mədəniyyətsiz, ağılsız. Bax, 28 nömrə məktəbin girişindən çıxdım. Bu da burada. Nə qarşısan ay bala? En sözünü. Çok bir şey demiş. Bir şey düşük düşür. Çizsə hara gedərik? Baxın. Bilməyənlər də baxsın. 24 nömrəli məktəb. Həqiqətən də 28 böyükdür. 24 onun qabağında yerləşir. Yəni 28 də onun arxasında deyil. 8-dən daha balacadır. Baxın, arxası belə. Deyirəm, nə görsən, günəşdən falan heç şey görsən, görmürəm, körəm. Tamam, Zosa kanalımıza hoş geldiniz. Ben Azad'dan Orhan. Bugün sizlerle birlikte bacım 20'si imtihan verecek. Yani sizlere diyeyim. Ne danışır ola? Neyse. 28 Yadda saxlaması bəli. Çəkirəm videosunu. Sən bu dildən niyə video çəkirsən? Bəli uşaqlar. Hər anımı kayd etmək üçün video 5 çəkirəm. nömrəyə çox fırlanır. Gec Düzdür. gəlir. Buna baxın. Hə, çox Kombinim olay. Gec gəlir. 6 nömrə 10-15 dəqiqədən bir. 10-cu nömrələr. 6 nömrəyə minər. Biz 5 nömrə ilə getdik də biz. Ha? Cavab gəlmədi. İcma. Birdən geçdikdən sonra baxıram. Sosial anksiyetesi olmayan sosyal anksiyetesi olmayan sosyal anksiyete diye bir şey yok dışarıda. Yox, mən onların doğum tarixi yazılmışdı. Hara baxın. Üstündə. Yəni uşaqlar sözündə 7-21. Buradan 7-ci ayın 21-də. Başıma gəldi dəftərlər. Normal. Ne kömək? Yerdə biri də düşdü. Orada biri də var. Onu da götür.
götür. Onu da götür. Her şeyi sallar döktüler. Salır. Qırğıdılar, qırğıdılar. Salır. Musiqası. Baxın, üstümdə bir dənə bu var və hava küləyin içindədir, küləkdir. Küləyin içində idi də nə idi? Bu da neyin nesi? Aa, edit. Bu məktəbə gecikərkən mən burada Esse é o Atlas, é o brabo da putaria. Gostosa, só que sosa. var ya, mən dancer olmalı adam idim. Əslində bir ay yarımlığına falan rəqsə getdim olub, amma yenə də. Limə baxın. Ay öyle yakışıklıyım. Ama bu benim yakışıklıyım. Ay canım kardeşim. Ektim. Lara sözündüm. Ektim. Lara çok yaxşı. Lara dinlemem. Lara çok yaxşı adamdır. Çok yaxşı adamdır. Bir de Lara teşekkür ederim. Ay benim ektim dur. Sandım ya arabaya. Buradan it falan dövürürdüm. Durun gelirim. Bıktım. Birinci zonalar artık imtihanı verdi ve imtihan o kadar asan idi ki imtihan sualları. Əsas da riyaziyyat o kadar asan idi. Azərbaycanda orta pozanı şey aldım. Bir de pozan aldım. Onu da atırdım. Arkadaşlar bir bakın ne var. Ay. Daha vurup sındırmaya. Fat eləmirəm. İngilis dildə, Azərbaycan dilində, riyaziyyatda biz birinci zona olsaydıq yazardıq. Amma həqiqətən yaxşı olub ki, asan düşüb. İndi Mələkəyə bilmək olmaz. Mələkə durdu indi bizə həvəsləndirdi ki, asan düşəcək. Sonra durub bizə çətin də sala bilər. Ona zaval yoxdur. Amma yenə də hər tərəfli hazırlaşmaq istərəm. Yaxşı cəhətdir. İngilis dilini bilmeyen biri olarak yani görelim bakalım ne olacak arkadaşlar. Biz yani alabilir tersim var. Biraz düz rengi şeydi. Sıralayayım diye. Bu şeyler falan Google'da var. Öyle şey istiyorum. Burada 9 tane şey vererek olmalı. 2 10 oldu. Saat 5'ti ve yokum gelmedi. 5 değil 6 işte. Taş getməyərdim. Yani getməmə şansım var. Benim Şuşaya işdən girmir. Ama yokum da gəlmir. Allah'ın cəzaları, bəlaları bizi bu gündə sardığınız üçün çox təşəkkür edirəm. Nəticədə 20 aprelə qədər xəstəlikdən yorğan döşəkdə olmasaq hamımız. Evdə oturanlar valla ağıllı iş görmüşsünüz. Buraxılış vərəqəsini götürməkdən ötürü bir dənə burada suyun içində də o dərəcədə. Təsəvvür eləyin 20'si də belə yağış sel aparır. Daha nə dərdim. Tipime bakar mısınız arkadaşlar? Mesafe kurlarını yazdım. I love so much.
Şöyle. Kabiliyet. Tövbe estağfurullah. İmtahana bir gün qalmış, dərs öyrənən kimdir? Mən. Və ingilis dilindən yəni tutmuş birinci mövzudan axırıncı mövzuya qədər, yəni hansı mövzular varsa hamıları bir gün içərisində öyrənməyə çalışan yəqin ki mənəm. İmtahandan bir gün qabaq normal olaraq dərs oxumamaq lazımdır. Oxumamaq lazımdır deyəndə nətər? Yəni çox da belə necə deyim, yüklü miqdarda oxumamaq lazımdır. Və mən Zay təbii ki də bu 6 ay ərzində özümü sevməyəcəm. Həyəcan yoxdur. Həyəcan yox. Həyəcanı unuduruq. Həyəcan deyə bir şey yoxdur. Amma yəni söhbətin də fərqinə varaq ki, da yəni believe in yourself. Bitdi deyirəm, amma bitmədi.